Qaradağ rayon Heydər Əliyev mərkəzi Azərbaycan mədəni irsinin təbliği, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi Heydər Əliyev və Muzeylərimiz adlı layihəsini uğurla davam etdirir. Layihənin növbəti mərhələsində böyük Azərbaycan yazıçısı, publisist, dramaturq, ictimai xadim və Molla Nəsrəddin satirik jurnalının banisi Cəlil Məmmədquluzadənin xatirəsinə həsr olunmuş ev muzeyi mərkəzin əməkdaşları tərəfindən ziyarət edilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatı tarixində dərin izlər qoyan Üzeyir Hacıbəyli, Nəriman Nərimanov, Səməd Vurğun, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqalarının ev muzeylərinin yaradılmasındakı şəxsi təşəbbüsü onun milli dəyərlərimizə verdiyi ən böyük qiymətin bariz nümunəsidir. Ulu Öndərin yüksək dəyər verdiyi sənətkarlardan biri də yazıcı, dramaturq və publisist Cəlil Məmmədquluzadədir. Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir, deyən Heydər Əliyev 1994-cü ilin dekabrında Ədibin Ev Muzeyinin açılışında unudulmaz sənətkarın xatirəsinə böyük ehtiram göstərərək yazıçıya olan yüksək münasibətin bütövlükdə Azərbaycan xalqının milli mənəvi dəyərlərinə olan sevgidən qaynaqlandığını nəzərə çatdırdı. Bugün Azərbaycanın həyatında böyük bir hadisə baş verir. Azərbaycan xalqının böyük yazıçısı, maarifçisi, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyi açılır. Bakı şəhərində yeni mədəniyyət ocağı, Mirzə Cəlil ocağı fəaliyyətə başlayır. Bu, Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi mədəni irsinə, onun xalqımızın tarixinə əvəzsiz xidmətlərinə verilən yüksək qiymətin rəmzidir. Şübhə yoxdur ki, muzey Mirzə Cəlil duhasının təbliğinə faydalı xidmət edəcəkdir. Xalqımızın mənəvi saflaşmaq yolunda, müstəqillik yolunda mübarizəsinə kömək edəcəkdir. Bakı şəhərində yerləşən bu muzey Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq yolunun mühüm mərhələsini özündə yaşadır. Görkəmli yazıcı burada 1920-1930-cu illərdə yaşamış, yaradıcılığının ən məhsuldar dövrünü bu evdə keçirmişdir. Onun yaşadığı məkan bugün təkcə bir ədibin şəxsi həyatı ilə bağlı xatirə yeri deyil, həm də Azərbaycan ədəbiyyatının və satirik düşüncəsinin canlı abidəsinə çevrilmişdir. Muzeyin ekspozisiyası Cəlil Məmmədquluzadənin zəngin irsini əks etdirir. Burada onun şəxsi əşyaları, Molla Nəsrəddin jurnalına aid nadir nüsxələr, əl yazmaları, məktubları, müəllimlik fəaliyyətini və ictimai mübarizəsini əks etdirən sənədlər sərgilənir. Ekspozisiyada həmçinin ədibin dövrün ictimai-siyasi hadisələrinə münasibətini əks etdirən foto və sənədlər yer alır. Cəlil Məmmədquluzadə ədəbiyyatımızda satiranın əsasını qoyaraq cəmiyyətdə sosial ədalətsizlik, savadsızlıq və geriliyə qarşı maarifçi mübarizənin öncüsü olmuşdur. Onun Poçt qutusu, Danabaş kəndinin əhvalatları, ölülər kimi əsərləri bugün də aktuallığını qoruyur və milli düşüncəmizin, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Beləliklə, Cəlil Məmmədquluzadənin ev muzeyi yalnız bir yazıçının yaradıcılıq ünvanı deyil, həm də Heydər Əliyevin milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin canlı təzahürüdür. Bu muzey Azərbaycan ədəbiyyatının, satirasının və maarifçilik ənənələrinin yaşadılmasına xidmət etməklə yanaşı, gələcək nəsillərdə milli qürur, vətənpərvərlik və azad fikir ruhunun formalaşmasına töhfə verir. Ulu Öndər Heydər Əliyev mədəniyyət və ədəbiyyat xadimlərinə hər zaman xüsusi qayğı göstərmiş, onların fəaliyyətini xalqın mənəvi dirçəlişində mühüm amil kimi qiymətləndirmişdir. Heydər Əliyevin sözləri ilə desək, mədəniyyət xalqın mənəvi varlığıdır. Bu varlığı qorumaq hər birimizin borcudur.
Bu gün Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ulu öndərin müəyyən etdiyi bu xətti uğurla davam etdirir. Muzeylərin bərpası, mədəni irsin qorunması və müasir mədəniyyət siyasətinin inkişafına xüsusi diqqət yetirirlər. Bu, Heydər Əliyev irsinin bugün də yaşayaraq yeni nəsillərə yol göstərdiyinin bariz nümunəsidir.